Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi Kaspiyan Telekom MMC ilə satın alma müqaviləsi imzalayıb. Müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satın alma metodu əsasında imzalanıb. Satın alma sərnişin lifti üçün internet xidmətinin satın alınması ilə bağlıdır. Bu xidmətlər üçün Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi Kaspiyan Telekoma 24.248 manat pul ödəyəcək. Qeyd edək ki, 28 iyul 2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı İstiqlaliyyət küçəsi ev 11, mənzil 17-də yerləşir. İstiqlaliyyət küçəsi ev 11 ünvanı eyni zamanda prezident aparatının sabiq rəhbəri Amiyanın keçmiş prezidenti, hazırda isə dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevin qızı Kamil Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır. Kaspiyan Telekom MMC-nin qanuni təmsilçisi isə Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir. Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Əliyev Fikrət Əli Səftaroğlu'nun vaxtı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev Amiya prezidenti seçiləndən qısa müddət sonra Fikrət Əliyev Amiya İşlər İdarəsinin müdür müavini təyin olunub.